Çində daşqın təhlükəsi ilə əlaqədar 70 min sakin təxliyə edilib. Çinin cənubundakı Guangdong əyalətində bir neçə gündür davam edən şiddətli yağışların yaratdığı fəsadlar 300 min sakinin həyatına mənfi təsir edib. Huaiji rayonunda sel və daşqın təhlükəsi ilə əlaqədar təxminən 70 min sakin təxliyə edilib. Utip qasırğasının gətirdiyi aramsız yağışlar iyunun 14-dən bölgədə həyati iflic edib. Sujian çayındakı hidroloji stansiyada suyun səviyyəsi təhlükəli həddi 5,22 metr keçərək 55 metrə çatıb. Nəticədə 19 qəsəbədə əkin sahələri və yollar su altında qalıb. Təbii fəlakətin yaratdığı fəsadların aradan qaldırılmasına və qabaqlayıcı tədbirlərə təxminən 10 min adam cəlb olunub. Huaiji rayonunda sel təhlükəsi ilə bağlı birinci dərəcədə xəbərdarlıq elan edilib. Tədris, iş, istehsal, nəqliyyatın hərəkəti dayandırılıb.